Hər kəsə salam. Bu gün 6-cı sinif riyaziyyat 2-ci hissənin səhifə 30-a baxacağıq. Əvvəlcə 11-ci tapşırıqla başlayaq. Deyir ki, Səbinə və Elxan öz stikerlərini alboma yığdılar. Səbinə hər səhifəyə X stikeri olmaqla 3 səhifəyə, yəni 3x. Elxan isə hər səhifəyə Y stiker olmaqla 2 səhifə yığdı, yəni 2y. Onların birlikdə neçə stikeri olduğunu ifadə yazın. 3x plus 2y. A variantına baxaq. Deyir ki, Elxan stikerlərin yarısını Səbinəyə versə, onların hər birinin neçə stikeri olar? Elxan və Səbinə deyirik. Elxan stikerlərinin yarısını verir. Biz deyirik ki, Elxanın nə qədər stikeri var? 2y. Səbinəyə versə qalır bunda eləcə y. Səbinədə də olur 3x plus y. Daha sonradan da deyir ki, B variantında deyir ki, Səbinə stikerlərin üstə birini Elxana versə, onların hər birinin neçə stikeri olar? Səbinənin də 3x stikeri var. 3-də birini versə, birini verir. Qalır Səbinədə 2x, Elxanda da olur x plus 2y. Deməli, bu şəkildə bitir. 12-ci tapşırıqla davam edək. A məntəqəsindən yola düşən avtomobil 2 saat A kilometr sürətlə, sonraki 3 saat ərzində isə B kilometr sürətlə hərəkət edərək B məntəqəsinə çatdı. A və B məntəqələrinin yolun uzunluğunu A və B ilə ifadə edin. Deyir 2 saat A kilometr, yəni 2A, 3 saat isə B ilə gedibdi, yəni 3B. Bu birinci nöqtə idi. İkinci nöqtənin cavabı olur. Deyir A 80, B 70 olduqda ifadənin qiymətini hesablayın. A 80 olduqda 82-yə vururuq 160. B 70 olduqda 70-i 3-ə vururuq 210. Bunların da cəmi bizə verir 370-i. Sonra 13-cü tapşırıqda deyir, şəkildəki fiqur düzbucaqlı və kvadratdan ibarətdir. Fiqurun sahəsini x və y ilə ifadə edin. Bu şəkildə buradan özü ayrıbdır. Yəni biz əgər buranı tapırıqsa, bu bizə 6y verir. Burada bizə x-in kvadratıdır. Niyə? Çünki ora kvadrat hissədir. Deyir ki, fiqurun sahəsini x və y ilə ifadə edin. Yəni 6y plus x kvadratı. Deyir ki, x 5 olarsa, y-in hansı qiymətində ifadənin qiyməti 85 olar. Əvvəlcə sizə bunu deyim ki, deyir necədir? X-ə 5 ver. Baxın, biz onun sayısını tapanda deyirik ki, 6y-in üstünə belə genişləyir. 6y-in üstünə gəlir x-in kvadratını. Və burada da deyir 5 var. Yəni bu bizə 25 verir. Buradan da belə bir şey çıxır ki, 6y plus 25 bərabərdir bizə deyir 85 olar. 85-ə. Yəni 6y bərabər 85-dən 25-i çıxırıq 60-a. Y də bərabərdir 66-ya bölürük 10-a. Bu 10-lu y bərabərdir 10. Bu şəkildə bitir. 14-cü tapşırıqda deyir, turistlər A sayda 3 nəfərlik və B sayda 4 nəfərlik rezin qayıqlarla çayda gəzintiyə çıxırlar. Bütün qayıqlar tam dolarsa, gəzintiyə çıxan turistlərin sayını hesablamaq üçün ifadə yazın. A sayda 3 nəfərlik, yəni 3A, B sayda 4 nəfərlik, yəni 4B olur. Bu birinci nöqtədir. İkinci nöqtə deyir, cəmi 17 nəfər gəzintiyə çıxıbsa, qayıqlardan neçəsi 3 nəfərlik idi. İndi burada biz nə etməliyik? Əvvəlcə ya siz yerinə ədəd qoyacaqsınız. Məsələn, bir dəfə deyirəm 4 qoyuram. Məsələn, 17-dən 4-ü çıxıram, eləyir 13. 13-ə bölünmür. Məsələn, bir dəfə 4-ü 2 dəfə götürürəm, 8. 17-dən 8 çıxıram, 9. 9-u 3-ə bölürəm, deməli 3 dəfədir. Bir dəfə belə tapa bilərsiniz və yaxud da 3 yerinə qoya bilərsiniz. Məsələn, deyirəm, bir dənə 3 qoysam, 17-dən 3, 14, 4-ə bölünmür. 2 dənə 3 qoysam, 6, 17-dən 6, 11, 4-ə bölünmür. 3 dəfə 3 qoysam 9, 17-dən 9, 8, 4-ə bölünür deyə yenə cavabımız bizə 3-ü verir. 15-ci tapşırıqda deyir, çanta P manata, kəmər isə Q manatadır. Deyir, çantanın qiymətini 20%, kəmərin qiymətini isə 30% endirdikdə, onlardan hər birindən bir ədəd alan alıcı nə qədər pul ödəməlidir? İndi biz nə edirik? Baxın. Deyir ki, çantanın qiymətini 20%,
Kəmərin qiymətini isə 30% endiriblər. Deməli, P-ni 20% endirişdə, P-nin 80%-ni tapmış oluruq biz. Bölünsün 100. Baxın, burada bu sıfırla bu sıfır gedir. Onda 8P qalmır. 8P bölünsün 10. O da sizə eləyir. Onda 8P, yəni onda 0,8P. Q-nu da deyir ki 30% azaldıbdırsa, bu da sizə 70%-ni tapmaq olur. Bölünsün Q bölünsün 100. Bu sıfırla bu sıfır gedir. Bu da sizə onda 7 Q deməkdir. Onda 8P, onda 7 Q. Bu şəkildə ifadəni yazırsınız və bunları siz toplayırsınız. Deyir P 40, Q isə 70 olarsa ifadənin qiymətini hesablayın. 40-ı onda 8-ə vurduqda 4 vur 8 deməkdir. P bərabərdir 32 çıxır buradan. P bərabərdir 32. Q bərabərdir. Q 20 olarsa 20-yi onda 7-sini tapanda 2-ni 7-yə vurmaq 14 verir. Bunların da cəmi bizə 6 buradan 46-nı verir. 16-cı suala davam edək. Qiyməti Y manat olan şokoladların hər birinə 8 ədəd olmaqla paketlərə yerləşdirilib. Yerləşdirilərək yığılıb böyük qutulara paketlərə yığıb böyük qutulara yerləşdirirlər. Yəni ki, deyir ki, qiyməti Y olanı bir dənə paketin içinə 8 dənə bu Y atılır. Həmin o paketi də qutuya yığırlar, həmin o qutuya da 14 dənə qoyurlar. Yəni ki, biz burada hamısını bir-birinə vura bilərik. Məsələn, bir paket tapmaq üçün içində 8 dənədir, qiymətini tapmalısın da, bir paketin qiymətini. Bir paketin içində qiyməti Y olan 8 dənə varsa, yəni bir paketin qiyməti bizə 8Y deməkdir. Və bir qutunu tapdıqda bu 8Y-dən içində 14 dəfədir. Yəni bunu da vursan 14-də, bu da sizə eləyir 112Y. Deyir bizə əmsalını tap deyə. Əmsal da bundan əvvəlki dərsimizdə demişdik ki, əmsal dəyişənin qarşısında olan ədədə deyilir. Yəni buranın əmsalı 12-yə bərabərdir. 17-ci tapşırıqla davam edək. Deyir ki, mağazada endirim kampaniyasında bütün malların qiyməti əvvəl 25%, sonra isə daha 20% endirildi. Əvvəlki X manat olan malın endirimdən sonraki qiymətini tapmaq üçün ifadə yazın. Hansı ifadəni yazmaq olar və deyir bizə əmsalı tapın. Baxın, əvvəlcə biz hər şeyə demişdik ki, onun qiyməti 100%-dir. Məsələn, X dəyişəni adlandıraq. Bu əvvəlcə öz-özlüyündə bizə 100%-dir. Deyir, əvvəlcə bunu neçə faiz azaldıqda? 25% azaldıqsa, 100-ü 25% azaldıqda, 100-ün 75%-ni tapırıq. 100-ü vururuq 75-ə, bölürük 100-ə. Bundan bu gedir qalır 75. İndi biz bu 75-ə yeni bir ədəd kimi baxırıq. Və deyir, daha sonradan bu 75-i bir dəfə də 20% azaldıqdır. 20% azaltdıqda 75-i yeni ədəd kimi baxdığımız üçün 75 də 100%-dir öz-özlüyündə. Və bunu da 20% azaltdıqda vururuq 100% idi. 20% azaldığında 80 olur. Bölürük də ki 100-ə. Bu 0, bu 0. Bunlar çığça gedir. 5 qalır. Burada 4 qalır. 5, 1. Burada da 15. 15 vurulsun 4 qalır axırda. Bu da eləyir bizə 60. Və bu bizə 60%-dir. Bizə deyir əmsalı tapınsa, faizi ədədə çevirərkən nə edirdik? Ədədi faizə çevirərkən onu 100-ə vururduq. Faizi ədədə çevirərkən onu 100-ə bölürdük. Yəni biz 60-ı bölürük 100-ə. O da eləyir bizə 0,6. Əmsalımız 0,6 oldu. 18-ci tapşırıqla deyir ki, verilmiş dəyişəni olan ifadəyə uyğun məsələ qurun və həll edin. İndi məsələn, məsələ qurduqda biz A variantını deyir 3n plus 2m. Deyə bilərik ki, məsələn, qiyməti n manat. Məsələn, deyə bilərik ki, alıcı qiyməti n manatı olan qələmdən 3 dənə, qiyməti m manat olan kitabdan isə 2 dənə aldı. Onun ödəyəcəyi pulun məsələn, qiymətini hesablayın deyə bilərik. B variantında deyir ki, məsələn, 4m çıxılsın n. Buna məsələn biz məsələ qurduqda
Nə deyə bilərik? Deyə bilərik ki, qiyməti M manat olan şaftalıdan 4 dənə alan və qarşılığında qiyməti N manat olan müştərinin və qiyməti N manat olan, məsələn, tutalım ki, qiyməti N manat olan şaftalıdan 4 dənə alan müştəri qiyməti N manat olan alma və yanında pul vermişdir. Onun verdiyi pulun qiymətini hesablayın deyə bilərik. C variantında deyir ki, 2 vurulsun x plus y-in cəminin 2 misli. İndi buna dedikdə məsələn deyə bilərik ki, qiyməti x manat olan məsələn qələm, karandaşmı və qiyməti y manat olan kitabdan kitabın və qələmin hər birindən 2 ədəd alan alıcı nə qədər pul ödəməlidir deyə bilərik. Burada da D variantında deyə bilərik ki, qiyməti x manat olan məsələn qələmdən x qədər alan müştəri və yanında qiyməti x manat olan deyə bilərik ki, məsələn qiyməti x manat olan qələmdən x dənə və qiyməti y manat olan kitabdan x dənə alan alıcı nə qədər pul ödəməlidir? Bu şəkildə səhifə 30 da bitdi. Ümid eləyirəm ki, izahım xoşunuza gəldi. Gələn videoda görüşənədək.